Dəyərli valideynlər, dövlət dəstəkli startap layihə olan OnRepetitor onlayn təhsil platformasının təşkil etdiyi onlayn sınaq imtahanlarında iştirak etmək üçün ilk növbədə qeydiyyatdan keçərək şagird üçün profil yaratmaq lazımdır. Qeydiyyat üçün onrepetitor.az saytına daxil olaraq paketlərimiz bölməsinə keçid edin. Daha sonra sınaq imtahanları bölməsini seçin. Əgər övladınız 8 və ya 9-cu sinifdə təhsil alırsa, 9-cu sinif buraxılış sınaq imtahanını, 10 və ya 11-ci sinifdə təhsil alırsa, 11-ci sinif buraxılış sınaq imtahanını seçməlisiniz. Buraxılış sınaq imtahanları səhifəsində yerləşən sınaq imtahanlarından birini seçərək "İndi al" düyməsini klikləyin. Açılan pəncərədə şagirdin ad və soyadını, telefon nömrəsini daxil edin. Telefon nömrəsinə OTP kod göndərildiyindən, SMS qəbul edib etmədiyindən əmin olmağınız vacibdir. Aktiv elektron poçt ünvanını daxil edin. Elektron poçt ünvanını düzgün yazdığınızdan əmin olun, çünki platformaya giriş məlumatları həmin ünvana göndəriləcək. Daha sonra endirimli qiymətdən yararlanmaq üçün promokod bölməsinə sizə təqdim olunan promokodu yazaraq qeydiyyatı davam etdirin. Təqdim etdiyiniz nömrəyə SMS-lə gələn OTP kodu daxil edərək ödəniş pəncərəsini aktivləşdirin. Açılan ödəniş pəncərəsində kart məlumatlarınızı daxil edərək ödənişi tamamlayın. Ödəniş tamamlandıqdan sonra sistem tərəfindən avtomatik olaraq şagirdin profili yaranacaqdır. Profilə daxil olmaq üçün zəruri məlumatlar qeydiyyatdan daxil etdiyiniz elektron poçt ünvanına göndəriləcək. Daha ətraflı məlumat və ya dəstək almaq istəyənlər qeyd olunan nömrə ilə əlaqə saxlaya bilərlər.